Salam. Bugün gəlin birlikdə çox maraqlı bir mövzuya baş vuraq. Söhbət balacalara, yəni məktəbə təzəcə başlayan birinci sinif şagirdlərinə ingilis dilini necə daha asan və daha həvəslə öyrədə biləcəyimizdən gedir. Həm də elə bir üsulla ki, bu proses onlar üçün əsl oyuna çevrilsin. Elə isə başlayaq. Yəqin ki, bu sual bir çox valideyni və müəllimi düşündürür. Axı 6 yaşlı bir uşağı oturdub ona nəsə əzbərlətmək nə qədər çətindir, elə deyilmi? Bəs cavab hardadır? Cavab əslində uşağın dünyasına daxil olmaqda, onun öyrənmə tərzinə anlamaqdadır. Onlar quru-quru əzbərləməklə yox, oynayaraq, kəşf edərək və hər şeyi real həyatla bağlayaraq öyrənirlər. Məsələ də elə budur. Uşağa sadəcə sözləri təkrar-təkrar dedizdirmək bu yetərli deyil. Onların beyni belə işləmir. Onların o sözləri gördükləri, eşitdikləri, hətta toxunduqları şeylərlə əlaqələndirməyə ehtiyacları var. Yoxsa, inanın, öyrənmə prosesi onlar üçün tez bir zamanda mexaniki və mənasız bir fəaliyyətə çevrilir. Baxın, həll yolu məhz budur. Situativ tədris. Gəlin bunu belə düşünək. Uğurlu bir öyrənmə resepti. Bu reseptin 3 əsas ingrediyenti var. Səs, görüntü və məna. Uşaq sözü eşidir. O sözə aid rəngi və ya şəkli görür və ən əsası, onu bir cümlə içində işlədərək mənasını dərk edir. Hər şey bir-birinə bağlanır. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi bu metodun real həyatda necə işlədiyinə baxaq. Mənbə materialımızda olan çox sadə bir dərsi, rəngləri addım-addım təhlil edəcəyik və görəcəksiniz ki, bu metod əslində nə qədər sadə və eyni zamanda nə qədər güclüdür. İlk rəngimiz orange. Fikir verin, ekranda sadəcə söz yazılmayıb, bütün fon o rəngdədir. Bu təsadüfi deyil əlbəttə. Bu, uşağın beynində dərhal vizual bir qarmaq yaradır. Söz birbaşa rəngin özü ilə assosiasiya olunur. Bəs bu cədvəlin özəlliyi nədir? Baxın, burada öyrənmə prosesi necə də sadə hissələrə bölünüb. Biz sözün ingiliscə yazılışını, onun təxmini, yəni bizim anlaya biləcəyimiz fonetik oxunuşunu və əlbəttə ana dilimizdəki tərcüməsini görürük. Bu üçbucaq uşağın sözü həm düzgün yazmağına, həm də düzgün tələffüz etməyinə kömək edir. Və budur, işin sehirli toxunuşu. Bu, narıncı bir portağaldır. Bu qədər sadə bir cümlə, amma görün nə qədər böyük fərq yaradır. Artıq orange sözü havada qalan mücərrəd bir səs deyil, o, real bir obyektin xüsusiyyətidir. Beyin məhz bu cür əlaqələri çox sevir və onları asanlıqla yadda saxlayır. Keçək növbəti rəngimizə, purple. Və yenə də eyni prinsip. Rəngin özü bütün fonu əhatə edir və ilk saniyədən vizual yaddaşı işə salır. Bu elə bir şeydir ki, uşaq sözün mənasını oxumadan belə ona artıq hiss etməyə başlayır. Və yenə də qarşımızda o anlaşıqlı, sadə quruluş var. Söz, onun səslənməsi və ana dilimizdəki qarşılığı. Bilirsiniz, bu ardıcıl təkrarlanma uşağı yormur. Əksinə, çaşqınlığın qarşısını alır və öyrənmə prosesini sistemli, demək olar ki, bir oyun kimi qurur. Gül bənövşəyidir. Fikir verin, burada purple sözünü gündəlik həyatda tez-tez gördüyümüz bir şeylə, yəni bir güllə əlaqələndiririk. Bu, həmin əlaqəni daha da gücləndirir və sözün unudulmasını çətinləşdirir. İndi isə gəldi pink. Ekranın tamamilə çəhrayı rəngə boyanması bu sözü dərhal zehnimizə həkk edir. Hətta ona müəyyən bir emosional çalar da qatır. Elə deyilmi? Maraqlı bir məqam da var. Pink sözünün tələffüzü onun yazılışı ilə demək olar ki, eynidir. Bax, bu cür kiçik detallar uşaqların bəzi sözləri daha sürətli və daha böyük inamla mənimsəməsinə kömək edir. Onun çəhrayı donu var. Bu, o qədər real bir nümunədir ki, uşaq bunu özü ilə və ya ətrafındakilərlə dərhal bağlaya bilir. Bax, bu yanaşma, dili kənardan öyrənilən soyuq bir fən yox, şəxsi təcrübənin isti bir hissəsinə çevirir. Davam edək. Növbədə brown rəngi var. Burada da güclü vizual təqdimat ön plandadır və bu rəngi zehnimizdə canlandırmaq üçün çox sevimli bir obyektdən istifadə olunacaq. Artıq bizə tanış olan quruluşu izləyərək sözün komponentlərini görürük. Bax, bu təkrarlanma heç də darıxdırıcı deyil. Əksinə, beynin yeni məlumatı qəbul etməsi üçün sabit və təhlükəsiz bir çərçivə yaradır. Ayı qəhvəyidir. Demək olar ki, bütün uşaqların sevdiyi bir heyvan obrazından istifadə etmək, öyrənməyə emosional bir bağ qatır və sözün yadda qalmasını əlbəttə ki, daha da asanlaşdırır. Və nəhayət bu dərsimizdəki sonuncu rəngimiz gray. Sadə, sakit bir rəngdir. Eyni ilə özü kimi aydın bir təqdimatla da bu kiçik öyrənmə macəramızı tamamlayırıq. Və budur, gray sözünün son analitik təqdimatı.
Yazılış, tələffüz və tərcümə. Artıq bu sistemin necə işlədiyini tamamilə başa düşürüz. Bulud boz rəngdədir. Təbiətdən gələn bu son nümunə ilə rənglər mövzusundakı praktiki hissəmizi də bitirmiş oluruq. Yaxşı, gəlin bir anlıq dayanıb düşünək. Biz nümunələri gördük, hər şey aydındır. Amma əsas sual budur, bu metod niyə sadəcə işləmir? Niyə bu qədər effektivdir? Onun sirri nədədir? Deməli, bütün məsələ ondadır ki, bu yanaşma birbaşa uşaq beyninin işləmə prinsipinə əsaslanır. Necə? Çox sadə. İlk olaraq o, eyni anda bir neçə duyğunu oyadır. Həm görməni, həm də eşitməni. Sonra da ən vacibi, sözlərə bir hekayə, bir məna verir, kontekst yaradır. Ona görə də sözlər yaddaşda daha möhkəm qalır. Və bəlkə də ən əsası, öyrənməni darıxdırıcı bir məcburiyyətdən çıxarıb, maraqlı bir kəşf oyununa çevirir. Hər dəfə düzgün cavab verəndə isə uşağın özünə inamı artır. Və bu, çox aydın şəkildə göstərir ki, bizim gördüyümüz şey təsadüfi bir dərs materialı deyil. Xeyr, bu, diqqətlə düşünülmüş, uşaq psixologiyasına əsaslanan güclü və həqiqətən də effektiv bir metodologiyadır. Sonda isə gəlin bu sual üzərində biraz düşünək. Əgər bu metod dil öyrənmədə bu qədər uğurludursa, biz onu başqa harada tətbiq edə bilərik? Məsələn, riyaziyyatda, bəlkə də tarixdə. Bu prinsiplər digər fənləri daha mənalı və yadda qalan etmək üçün bizə necə kömək edə bilər? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir mövzudur.